Bugünkü dərsimizin mövzusu cədvəllərin formatlaşdırılmasına həsr olunacaq. Məlumdur ki, əvvəlki dərslərdə biz cədvəl qurmaq üçün müxtəlif üsullardan istifadə etdik və bu üsullardan birini tətbiq etməklə hal-hazırda mövcud vərəqimizə cədvəl yerləşdirək. Bunun üçün ilk növbədə mausun oxunu stavka lenti üzərində yaxınlaşdırmalı və üzərində sol düyməni bir dəfə sıxmalıyıq. Beləliklə, stavka lenti üzərində tablitsa adlanan xüsusi düyməni görürsünüz və onun üzərində sol düyməni bir dəfə vurmaqla tablitsa menyusu açılır. Və bu menyuda müxtəlif üsullar vasitəsilə cədvəl qurmaq üçün elementlər təklif olunur. Bunlardan stavka tablitsa adlanan üsul vasitəsilə, yəni xüsusi tor üzərində mausun göstəricisini hərəkət etdirməklə mövcud vərəqimizə cədvəli yerləşdirək. Beləliklə, 7 sütundan 5 sətirdən ibarət olan cədvəl artıq ekranda görsəndi. Cədvəl yaradılandan sonra avtomatik olaraq konstruktor adlanan xüsusi bir lent də meydana gəlir ki, bu lent vasitəsilə biz mövcud cədvəlimizi formatlaşdıra bilərik. Cədvəli formatlaşdırmamışdan əvvəl ilk növbədə cədvəl qeyd olunmalıdır. Bunun üçün cədvəlin üzərinə yaxınlaşdırıb, bu düymənin üzərində sol düyməni bir dəfə vururuq. Beləliklə, cədvəl qeyd olundu. Daha sonra cədvəli formatlaşdırmaq üçün müxtəlif düymələrdən biz burada istifadə etməliyik. İlk növbədə biz cədvəlin xəttinin tipini dəyişirik. Bunun üçün ox üzərində sol düymə bir dəfə vurulur və xəttin tipi kimi bu seçilir. Xəttin tipi seçildikdən sonra xəttin qalınlığını seçmək vacib əməliyyatlardan biridir. Əlbəttə, bu zövqə görə həyata keçirilə bilər. Biz qalınlıq kimi 1,5 punkt seçirik. Sonra xəttin rəngini təyin edirik. Bunun üçün Cvet Pera adlanan hissədə biz xəttin rəngi kimi qırmızı rəngi təyin edirik. Bundan sonraki əməliyyat Qranitsa adlanan düymənin sıxılması ilə həyata keçirilir. Əgər bu düymə sıxılarsa, bu zaman seçdiyimiz bütün əməliyyatlar cədvələ tətbiq olunacaq. Əgər sizdə qəsdən susaraq bu düymə qəbul olunmayıbsa, onda bu siyahadan siz Kse Qranitsa adlanan sətri seçməli və bundan sonra tətbiq olunacaq əməliyyatı izləməyə davam etməlisiniz. Gördüyümüz kimi, seçdiyimiz formatlaşdırma parametrləri artıq cədvələ tətbiq olundu. Əgər biz cədvəl daxili fonu dəyişmək istəyiriksə, onda burada zalivka adlanan düymə üzərində sol düyməni bir dəfə vurmalı və açılan rəng sxemlərindən istənilən birini seçməlisiniz. Və fərqli cəhətlərdən biri də odur ki, Office 2002, Office 2003-cü ilin versiyalarında biz zalivka elementini yalnız tətbiq etdikdən sonra görə bilirdiksə, hal-hazırda 2007 və 2010-cu ilin versiyalarında artıq bu elementlərin bir çoxunu tətbiq etməmişdən əvvəl görürük. Yəni, sadəcə seçim bizə imkan verir ki, cədvəl daxili fonun necə dəyişdiyinə fikir verək. Əgər zövqünüzə görə bu rəng sizin xoşunuza gəlirsə, onda üzərində sadəcə sol düyməni bir dəfə sıxın. Beləliklə, biz mövcud konstruktor elementi üzərində olan düymələrin köməyi ilə cədvəli sadə üsulla formatladıq. Əlbəttə, formatlamanı geri qaytarmaq da mümkündür. Bunun üçün, əgər sizdə cədvəl qeyd olunmayıbsa, bunun üzərində sol düyməni bir dəfə sıxın. Yəni, cədvəlin yuxarı hissəsində olan xüsusi seçim elementi üzərində. Daha sonra bu formatlaşdırma elementlərini bir-bir geri qaytaraq. Bunun üçün ilk növbədə biz xətti müəyyən edək. Adi xətt olsun. Adi xətt seçilən kimi avtomatik olaraq digər parametrlər də öz-özünə dəyişir. Rəngi müəyyən edirik. Qara, yəni avto seçirik və cədvəlin bütün haşiyələrin tətbiq olunması üçün sadəcə Qranitsa düyməsini sıxırıq. Bundan sonra fonu dəyişmək üçün sadəcə Net Cveta adlanan sətri seçirik.